Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Bax əziz Qoç, fincanın dibində elə bir alov kimi, amma ortasında iti uclu bir ox işarəsi görünür. Bu çox güclü enerji göstərir. Həm də alov sənin daxilindəki gücündür, qəzəbindir, ehtirasındır. Değişmək istədiyini göstərir. Ox istiqamət yəni istiqamət deməkdir. Bu həftə sən öz həyatında çox vacib qərar vermək istəyəcəksən. İçində uzun müddətdir saxladığın bir hiss var ki, artıq sənə hərəkətə gətirəcək. Üzr istəyirəm, boğazım düzəlmir heç. Bax, fincanın yan tərəfində qırıq xətlər var. Bu son vaxtlarda yaşadığın daxili bir gərginlikdir, əsəbdir. Sən bəzən özünü güclü göstərirsən, amma içində yorğunluqlar var. Çox şey tək həll etməyə çalışmısan. Fincan da göstərir ki, bu həftə artıq bəzi yükü buraxmaq lazımdır, əziz Qoç. Bir açıq qapı görünür. Bu yeni bir imkan, bir dəyişiklik işarəsidir. Uzun müddətdir bağlı olan bir məsələ açılmalıdır. Ya işlə, ya münasibətlə, ya maddiyyatla. Əsas məsələ budur ki, sən tərəddüd etməyəsən, əziz Qoç. Bax, yan divarlarda da uzun yol var. Yolun sonunda da işıq görünür. Bu qarşıda açılan yeni mərhələ deməkdir. Sən bir dövrü bitirib başqa bir mərhələyə keçəcəksən. Amma keçid asan olmayacaq. Çünki həyat səndən köhnə enerjini tam buraxmağı istəyir. Yəni çalış əziz Qoç, keçmişi keçmişdə burax. Sən o qədər içində əsəb sinir var ki, keçmişi buraxa bilmirsən bəzən. Bəzən emosiyalarını idarə etmək üçün vacib olacaq sənin üçün. Sən tez alışan enerjidəsən. Bu həftə kiçik şeylər belə səni əsəbləşdirə bilər. Amma fincan göstər ki, sakit qalmaq sənə üstünlük verəcək əzizim. Əzizim, bax görürsünüz, fincanın yanında bax bir quş. Bax yuxarı hissəsində. Bax yuxarı hissəsində bax bir insan üzr istəyirəm, bir ulduz görünür. Bu ulduz bir xəbər, bir uğur deməkdir. Həftə ərzində gələn bir xəbər sənə yeni bir motivasiya verəcək. Xüsusilə işlə, pulla, yəni pul mövzusunda hərəkət görünür. Bir yolun da var. O yolu düşünürsən. Bax, bu görürsünüz, ilana bənzər bir xəttdir. Amma onun yanında kölgə var, kölgə. Bu gizli bir sənə qarşı qısqanclıqdır, ikiyüzlü enerji deməkdir. Ətrafında, bax görürsünüz, biri sizin uğurlarınızı, enerjinizi diqqətlə izləyir. Elə düzdür, yola çıxmaq istəyirsən, amma sizi izləyən var o yolda da. Bir insan sənə qarşı düşmənçilik etmək istəyir, amma içində müqayisə edir səninlə özünü, paxıllıq hissi var. Xüsusilə deyərdim ki, sosial çevrəndə, iş mühitində diqqətli olmaq lazımdır bu həftə. Çünki bir qadın enerjisi görünür. Bu qadın sənə qarşı gizli maraq hiss edir. Sənin həyatını izləyir deyərdim. Əgər bəlkə də partnyorundur, bəlkə də münasibətin var, bəlkə də iş yoldaşının bir qısqanclıq mövzusu ortaya çıxa biləcək. Bax görürsünüz ki, burada bir negativlik də var əzizim. Sizə kimsə yolunuzu bağlamaq istəyir, enerji yollarınızı bağlamaq istəyir, yüksəkliyinizi bağlamaq istəyir. Bax, enerjiniz yüksələcək, yeni dönəmə başlayacaq, yenidən inşa edəcəksiniz bəzi şeyləri. Haqqınızı ala biləcəksiniz. İnanın ki, yaralarınız var. O əksik qalmış yaralar ki var, sağalmağa doğru gedəcək. Çox yaralandınız. Amma nə edəcəyini artıq bilirsiniz. Ürəyindən gözəl şeylər keçirtmək istəyəcəksən. Bir məsələ ilə əlaqəli görüşüb danışmaq istəyəcəksən. 2 nəfərdən fikir dəstək ola biləcək sənə. 3 nəfərin arasına bəlkə də işdədir. Bəlkə də işlədiyin yerdə biriləri elə bir ki, səninlə birilərinin arasına girmək istəyəcək, bir işi həll etmək istəyəcəksən. Biriləri elə bir ya çevrəndədir, ya iş yerindədir, ya da qohumluqda ikili oynayan biriləri var. Gah belədir, gah belə danışır. Bəzi axsaqlıqlar qarşına gətirə bilər o insan. Bir dostuna qarşı artıq dəqiqsən, havada qalan fikirlərin var. Allah hər kəsə dəyər verəcək. Fikirləşirsən ki, ailə içindən biriləridir, ailəm olsun. Biraz ailə böyüklərindən anlaşmamazlıqlar ola bilər. Çilədən çıxa bilərsən, maddiyyatla əlaqəli əsəbləşə bilərsən, qırıcı danışa bilərsən, bankla əlaqəli işin ola bilər.
yıxıcı durumla rastlaşa bilərsən. Biraz diqqətli ol. Olduğun yerdə xoşbaxt deyilsən, bəziniz yerini dəyişə bilərsən, çünki bir yol var. Biraz çətin yoldur. Zehnini də qurcalayan bəzi şeylər var. Ailə içində inciklik var. Bəlkə də birinizdən bir inciklik var. Ailədə olan bir negativliklər var. Ailədə bir mövzu açıq danışılacaq. Əsas məsələ sərt danışmamaqdır əzizim. Çünki sənin sözlərin çox güclü təsir edəcək bəzilərinə. Valideynlə bağlı paralel xətlər çıxdı. Bu sevgidir, məsafədir. Onların sənin içindəki dəyişimidir, hiss edirsən. Qohumlarla da bağlı yol var burada. Bir görüş, bir xəbər. Uzaqdan gələn xəbər var. Qonşuluqda elə bir sakitlik var, amma yaxın çevrəndə, bəlkə də qonşuluq çevrəsində danışılan bir məsələ sənin diqqətini çəkə biləcək. Dostluq münasibətində də yəni 3 nəfər sənə yaxındırsa, ikisi yaxındır, birisi uzaqdır. Bir dostundan da bir soyuma var, ortada soyuqluq var, soyuq münasibət var. Amma yeni bir tanışlığın da ola biləcək. O insanın enerjisi biraz fərqli olacaq. Sənin baxışını dəyişə biləcək həyata. İşlə karyeran sayəsində yüksələcəksən. Uzun müddətdir çəkdiyin zəhmətin də nəticəsini görməyə başlayacaqsan. Yeni təklif gələ biləcək, layihələr görünür. Burada riskə almaq lazım gələcək bəzi şeyləri. Amma burada fincan siz nə göstərir? Cəsarətli siz olduqca gözəl addımlarla sizə risk gəlir əzizim, risk çıxır. Maddiyyatla hərəkətlənmə, qazanc, amma ani xərclər görünür, xüsusi texnologiya yolla, şəxsi ehtiyaclarınla bağlı xərclərin çıxacaq. Övladın varsa da övladınla əlaqəli, övladın uğrunu, sınağıdırmı, biraz sevincin ola bilər, ya iş yerinənmi, karyerasından da uğuru ola bilər. Onların enerjisinin gözəl olmağı sənə bir sevinç gətirə biləcək, çünki övladlarına çox qəlbin yaxındır əzizim. Gözəl bir auran var. Hisslərin güclüdür, biraz da artacaq. İçindən gələn hisslərə də diqqət et bu həftə. Səni qoruyan bir enerji də var əzizim. Çalış bu həftə emosiyalarını, qəzəbini idarə et. Çünki bu həftə enerjin çox yüksək ola biləcək. Qazanacaqsan, sakitliyi qoruyacaqsan. Qazanc qapıları açılacaq sənə. Uzaq yoldan yeni bir yolla əlaqəli qərar alacaqsan, ya qərar verəcəksən. Keçmiş məsələ bir açıla bilər. Səbr etsən, qazanan sən olacaqsan. Düzdür, qırğınlıqların var. Ara-ara düşündüklərin var. Üzərvə gələnlər ola biləcək. Hər şeyi tələsirsən ki, tez olsun. Lakin tələsmə. İçində bitirdiyin bəzi şeylər var. Yeni başlanğıclar olacaq həyatında. Çox gözləyirsən, sinirli pozursan bəzən. Maddiyyat gəlsə də, gec gəlsə də gözləntilərin var. Dönüb həyata baxırsan, bir gəncin gözünü açacaqsan. Bəlkə də övladındır, bəlkə də bacındır, qardaşındır, yaxınındır. Gözünü açırsan, oyaq olmağını başa salırsan. Çox yoruldun, çox sıxışdırıldın. İtirmə qorxusu var içində. İşini pozanlar var. Dəyərin bir anda arta biləcək. Gözün yüksəkliklərdə deyil, çox da. Deyirsən, dolanıram da. Verilən boş vədlər var, artıq güvənə bilmirsən. Səyahətə getmək ayın sonuna bir niyyətin var bəzinizin. Zehnin doludur. Saçlarını yuxarıdan yığmış, amma saçları çiynindən də yığmış birilərdə 1.75 boyu ola bilər. Sizi çox düşünür. Keçən aydan elə bir çəkdiyin acılar yaşadı bəzi qoşular. Aldatma, aldadılma ola bilər. Bax, biraz diqqətli ol. İşinlə əlaqəli ayağını dartan çəkənlər var. Qarşındakıyla söhbət edirsən, imza atmağını istəyirsən, imza atmadığına inadlaşır. Elə bir dəyərin artacaq, sorunlar var biraz üzərində, cavabdehliklər. Çox vaxt sizdən hər bir şeyi gözləyirlər, amma sənin canın sıxıldı artıq. Gizli telefon zəngi gələ bilər, kimsəyə bəlli etməyəcəksən, borcdan borca salan biriləri var ailədə, gözəl günlərin ola biləcək, birilərin borcu olduğunu, yəni borca düşdüyünü sənə açıb danışa bilər. Sən o borcları, o qədər borca düşdüyünü eşidib təəccüblənə bilərsən. Göz yaşların oldu, sevinç yaşayacaqsan, o qədər içində çəkirsən ki, ailədə də biri bikef olanda, ailədə biri yəni fikirli olanda onun da dərdini çəkirsən. Yəni hər şeyi o qədər incə detallara belə keçirsən ki, qoruyucu bir enerjin var əzizim. Bax əzizim,
Aldatmalara diqqət et. Bir aldanma ola bilər. Kartla əlaqəli, yalandan sənə zəngləyə bilərlər. Nə bilim, bankdan zəngləyə bilərlər, hacker kimi insan zəngləyə bilər, aldada bilər səni. Biraz diqqətli ol. Biraz qırıcı ola bilərsən, biraz bax öfkənə dedim, öfkənə hakim ol. Sinirli anda elə bir heç kim üzərinə, ailədə heç kim üzərinə getmə. Sıxışıqlıq var maddiyyat məsələlərindən, dostların fikirlərinə qarışma, heç kimin təklif gələcək, amma gələn təklifə diqqət et, bir nöqtəyə gələ bilərsən, çətinliklər ola bilər. Addım atmamış çox götür qoy, ilə tərəziyə qoy, fikirləş. Doğru addım atsan, yəni yaxşı ola bilər sənin üçün. Duyğusal bir hesablanma ola biləcək, amma yeni bir səhifə də həyatında açacaqsan əzizim. Çərşənbə axşamı səhər erkən bir neçə dəqiqə günəş işığında dayan əzizim. Sonra sakitcə belə de. Yavaş, sakit belə deyəcəm ki, yadınızda qalsın. Əziz qoçlar, mən bütün maneələri aşacaq gücə sahibəm. Yəni, mən bütün çətinliklə aşacaq gücə sahibəm. Belə də deyə bilərsiniz. Mənim yolum açıqdır. Uğur, güc mənimlədir. 3 dəfə bunu deyin. Sonra dərindən nəfəs alaraq düşün ki, bütün ağırlığın, bax, əllərimi, qolları belə eləyərək çırpginən, bütün ağırlıq elə bir səndən çıxır. Bir də ki, axşam yatmamızdan qabaq bir yaşıl ya qırmızı şam yandır, enerjini təmizlə. Düzdür, bəziləriniz deyirsiniz ki, əzizim, yenə deyirəm, şamlar boşdur, şam niyə lazımdır, yandırmayın, belə. İnanın ki, hər bir şeyin bir mənası var əzizim. Niyə ki? Şam bütün sizin auranızı, ağırlığınızı, hamısını çəkə bilir. Dualar oxuyun, zikirlər deyin, şam da orada öz üçün yansın əzizim. Bu həftə sənin üçün güc dönüş həftəsidir, deyərdim əziz qoç. Həyat səni yeni mərhələyə aparır. Kainat sənə yollar açır əzizim. Düzdür, çox çətinliklərin oldu, əziyyətlərin oldu. İndi də bəzi əziyyət çəkənlər var, maddiyyatla əziyyət çəkənlər var, mənəvi əziyyət çəkənlər var. Amma yenə də dimdik ayaq üstə duruşva sənə heyranla baxanlar var əziz qoç. Sən artıq bəzi şeylərə əvvəlki kimi dözə bilməyəcəksən. İçində alov dəyişiklik istəyir artıq. Çünki fincan açıq deyir sənə. Qarşıda sənin üçün yeni imkan, yeni yol, güclü bir başlanğıc görünür. Bax, fincanda nə çıxır onu deyirəm əzizim. Əsas məsələ odur ki, sən öz gücünü qorxu ilə yox, ağılla idarə edəsən. Onda qoç, sən irəliyə doğru gedəcəksən. Səndə dəyişikliklər olacaq. Bəzi qoçlar, bəli, elə bir ruzusu da, bütün yol açıqlığı da iki dağın arasından sıxıla-sıxıla keçir. Çox çətinliklə gəlir, əldə edir hər bir şeyi. İləsə də çox çətinliklə əldə edir. Həmişə də fikirləşir ki, niyə mənim hər bir şeyim çətinliklə gedir? Bir işim təkrarən ikinci dəfə eləyirəm. Yəni bəzən bəzi qoçlar işlərini bilsən, bu işi qoyursunuz, yarımçıq o bir işə keçirsiniz. Bu işi axıra çatdırmırsınız. Biraz məsələn deyim ki, məsələn bir satışla məşğulsan. Almısan bir nə isə satmaq istəyirsən. Satırsan, baxırsan ki, müştərim azdı, getmədi, yola sata bilmədim, alınmadı, atdın orada, keçirsən başqa işə. Etmə hələ. Bir işin axırına get. Uduzsan da gedginən, amma geci tez sən orada udacaqsan. Bəzilərinizdə, yəni yüksələnindən çox şey asılıdır qoçlar. Bəzi qoçlarda var belə bir. Bəzilərində bəzi tənbəllik var. Bəzinizdə elə bir ki, çeviksiniz, qoçaqsınız. Hər bir işin dalınca qaçırsınız. Övlad üçün, ev üçün, ailə üçün, dost üçün hamıya canınızı yandırırsınız. Amma nə olsun ki, əlinizin duzu yoxdur əzizlərim. Saflığınızdan, ürəyinizin təmizliyindən hirslənərsiniz. İnan gələn ki, saniyəlikdir. Əsəbləşib tez də yüngülləşəcəksiniz. O saflığınızdan, ürəyinizin yumşaqlığından, yəni siz bəzi şeylərdə uduza bilirsiniz. Ona görə də diqqətli ayıq olun ki, gələcək nəslə də, övladınıza ya gənclərə bir örnək olasınız, bir yol göstərə biləsiniz, məsləhət verə biləsiniz. Diqqətinizə görə var olun, sağ olun əzizlər.